Ne var yine? Kaşkabağın yerle söndür. Yetimlerin baştan aşıp ya ölenin var. Hayır, senin gözlerine öyle görünür. Çırtıl vurup oynamaz ki hoşbaxt olanlar. Kinayeyle danışırsın. Kimden eksiksen? De çöreğin yetişmeyir, yoksa paltarın. 5 kişinin kazancını kazanıram ben. Birisi de nankör olur siz kadınların. Çöreği de, paltarı da başıma vurma. Benim derdim bu dertlerden daha büyüktür. Her minnetin, her sözün de boynunda yüktür. Bilirsen mi ne var aşına? Açık danışak. Ben kişiyim, gezeceğim istediğim tek. İnnen bile bu kaçkabak dökmeyi bırak. Koy dolana baş yediye, yakamdan acı. Evvel mənə aş nə demə. Bir anıyla mən. Bizim evə yaraşmır bu küçə sözü. Yaxşı deyil. Gel el götür bu vərdişindən. Hansı verdiş? Ne olur ki? Oğluyam, neyem? Ya da benden böyüklere yaltaklanıram. Məni məcbur eləmə ki, hər şeyi deyim. Mən özümə, bu uşağa, sənə yanıram. Ne hak yeri? Necə nahaq, necə yanmayım? Axı düşün, sən atasan öz qədrini bil. Axı necə mən o tutub alovlanmayım? Mənim əlim öz evinin sahibi deyil. Yaxşı. Kimdir bizim evin sahibi balam? Sahib mənəm. Bıçağadır. Bir de 4 divar. Rəva mıdır gece gündüz mən yalqız qalam? Harda qaldı bəs məhəbbət? Bəs hani ilqar? Yaxşı, yaxşı. Qəzəblənmə. Günahkar mənəm. Bir de eve gec gəlmərəm. Ne yapar xain ol? Daha senden bir adım da uzak gezmərəm. Bir fikirləş. Xatalıdır düşdüyüm bu yol.